Allaha necə tabe ola bilərik? Uca Allah bir çox ayələrdə özünə və elçisinə itaat edilməsini qeyd edərək bunun xilas yolu olmasını vurğulamışdır. Allaha itaat edin, onun Rəsuluna itaat edin və pis əməllərdən çəkinin. Əgər üz çevirsəniz, bilin ki, Rəsulumuzun öhdəsinə düşən ancaq açıq-aydın təbliğ etməkdir. Əl-Maidə surəsi 92-ci ayə. D. Allaha və onun göndərdiyi Rəsula itaat edin. Əgər üz döndərsələr, bilsinlər ki, Allah həqiqətən də kafirləri sevməz. Ali İmran surəsi 32-ci ayə. Ey iman gətirənlər! Allaha və onun Rəsuluna itaat edin. Eşitdiyiniz halda ondan üz döndərməyin. Əl-Ənfal surəsi 20-ci ayə. Bu ayədə Uca Allah mömin qullarına, ona və elçisinə sallallahu aleyhi və səlləm itaat etməyə əmr edib, ona qarşı çıxmaqdan, ona küfr edənlərə və ona qarşı inatkarlıq edənlərə bənzəməkdən çəkindirir. Bu səbəbdən ayədə eşitdiyiniz halda ondan üz döndərməyin, yəni Allahın sizi nəyə çağırdığını bildikdən sonra ona itaat etməyi, əmrlərinə tabe olmağı və qadağalarından çəkinməyi tərk etməyin buyurur. Ey iman gətirənlər! Allaha və Peyğəmbərə itaat edin və əməllərinizi puç etməyin. Muhammed surəsi 33-cü ayə. Həmçinin Uca Allah buyurur: Allahın Rəsulu sizə nəyi əmr edirsə, onu yerinə yetirin. Nəyi də qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən Allah şiddətli cəza verəndir. Əl-Həşr surəsi 7-ci ayə. Günümüzdə özünü yalnız Quranla gedən adam kimi göstərənlər bu təhdid ayələrinin hökmü altında düşməkdən qorxmurlarmı?